Niyə əsrlərlə toyunda birgə rəqs edən, çörəyini bölüşən qonşulardan biri bir gecənin içində digərinin ən amansız qatilinə çevrildi? Bizə miras qalan bu nifrət həqiqətənmi qanımızda var idi, yoxsa o imperialist masaların arxasında soyuq siyasi hesablamalarla ruhumuza yavaş-yavaş damcıldadılan bir zəhər idi? Ən əsası, keçmişin qanlı xatirələri gələcəyimizin gürovuna çevrilməyə məhkumdurmu? Yoxsa biz bu sonsuz nifrət dövrəsini qırmağa qadirikmi? Cənubi Qafqazın mürəkkəb etnik xəritəsinə nəzər saldıqda görürük ki, Azərbaycanlılar və ermənilər əsrlər boyu Osmanlı və Səfəvi imperiyalarının, eləcə də yerli xanlıqların tərkibində nisbi sülh və birgə yaşayış şəraitində ömür sürüblər. Bəs bu dinc yanaşı yaşamaq modelinin nə pozdu? Tarixi faktlar göstərir ki, kütləvi düşmənçilik toxumları 19-cu əsrin əvvəllərində Çar Rusiyasının Cənubi Qafqazı işğal etməsi ilə sistemli şəkildə səpilməyə başladı. İmperiyaların ən qədim və sınanmış idarə etmə strategiyası parçala və hökm sür prinsipidir. Çar Rusiyası Qafqazda öz mövqeyini möhkəmləndirmək üçün regionun yerli müsəlman türk əhalisinə qarşı xristian buferi yaratmaq siyasətini yürütdü. 1828-ci ildə tərəflər arasında imzalanan Türkmənçay müqaviləsindən sonra Qacarlar və Osmanlı imperiyalarının ərazisindən minlərlə erməni ailəsi İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının torpaqlarına köçürüldü. 1905-1906-cı illərdə bütün Cənubi Qafqazı bürüyən qanlı etnik toqquşmalar təsadüfi bir qığılcımdan alovlanmamışdı. Rusiya imperiyasında birinci inqilab dalğası baş qaldıranda Çar jandarması kütlələrin diqqətini daxili siyasi böhrandan və azadlıq tələblərindən yayındırmaq üçün etnik kartı dövriyyəyə buraxdı. Bakıda, Şuşada, İrəvanda və Tiflisdə erməni və Azərbaycanlı dinc əhali qarşı-qarşıya qoyuldu. Qafqaz canişinliyi toqquşmaların ilk günlərində bilərəkdən tərəfsiz mövqe tutur, sadəcə prosesi kənardan izləyirdi. Qızışdırılmış erməni silahlı dəstələri mülki Azərbaycanlılara qarşı amansız qətillər törədirdi. Məşhur yazıcı və mütəfəkkirimiz Cəlil Məmmədquluzadə həmin dövrün acı reallığını Anamın kitabı piyesində və müxtəlif felyetonlarında dərin fəlsəfi kədərlə təhlil edirdi. O, sadə insanların yad güclərin siyasi oyunlarına necə alət olduğunu vurğulayaraq yazırdı. Bizi bir-birimizə qırdıranlar öz saraylarında şərab içib gülürlər. Biz isə qonşumuzun evinə od vurub bunu qəhrəmanlıq sanırıq. Sovet rejiminin gəlişi ilə bu düşmənçilik donduruldu, lakin kökü kəsilmədi. SSR rəhbərliyi etnik münaqişələri tam həll etmək əvəzinə onları saatlı bomba kimi saxladı. Sərhədlərin süni şəkildə çəkilməsi, muxtariyyətlərin yaradılması və ləğvi elə planlaşdırılmışdı ki, mərkəzi hakimiyyət zəifləyən kimi bu bombalar partlasın. 1980-ci illərin sonlarında Sovet imperiyası çökərkən məhz bu baş verdi. Şovinist ideologiyalar, uydurulmuş tarixi mifologiyalar və böyük güclərin Cənubi Qafqaz üzərindəki nüfuz mübarizəsi iki qonşu xalqı yenidən dəhşətli müharibələr girdabına atdı. Beləliklə, tarixin dərinliklərinə boylandıqda görürük ki, bu düşmənçilik xalqların genetik kodunda yazılmış bir lənət deyil. Bu, imperiya maraqlarının, şovinist propaganda maşınının və siyasi elitaların öz hakimiyyətlərini qorumaq üçün uydurduqları təhlükəli bir senaridir. Bəs necə olur ki, əsrlər boyu yan-yana yaşayan, oxşar mətbəxə, oxşar musiqiyə və oxşar məişət qayğılarına sahib olan adi insanlar bir gecənin içində bir-birinə amansız qəzəblə baxmağa başlayır? İnsan psixologiyası necə bu qədər sürətlə manipulyasiya olunur? Bu sualın cavabı psixologiyanın və sosial elmlərin ən təməl anlayışlarından birində gizlənir. Düşmən obrazı və ya sosial psixologiyadakı adı ilə biz və onlar bölgüsü. İnsan beyni təkamül prosesində özünü qorumaq üçün qruplaşmağa vərdiş edib. Qədim dövrlərdə öz qəbiləndən olan şəxs təhlükəsiz, başqa qəbilədən olan isə potensial təhlükə sayılırdı. Lakin müasir dünyada bu ibtidai instinkt siyasi ideologiyalar və milli təbliğat maşınları tərəfindən çox rahatlıqla bir alətə çevrilir. Sosial psixologiya tarixində bu mexanizmin necə işlədiyini sübut edən ən məşhur elmi təcrübələrdən biri 1954-cü ildə Muzaffer Şerif və həmkarları tərəfindən keçirilmiş Roberts Cave təcrübəsidir.
Təcrübədə heç bir psixoloji problemi olmayan, eyni sosial təbəqədən gələn 12 yaşlı 22 oğlan uşağı iştirak edirdi. Uşaqlar bir-birindən xəbərsiz iki qrupa bölündü: qartallar və aslanlar. Birinci mərhələ kimlik formalaşması idi. Birinci həftə hər iki qrup yalnız öz daxilində vaxt keçirdi. Özünə bayraq, ad və qaydalar seçdi. İkinci mərhələ süni rəqabət və düşmənçilik idi. İkinci həftə tədqiqatçılar qruplar arasında futbol, kəndir çəkmə kimi turnirlər təşkil etdilər və qalibə kubok, uduzana isə heç nə vermədilər. Nəticə dəhşətli idi. Qısa müddət ərzində uşaqlar digər qrupun üzvlərini insanlıqdan kənarlaşdırmağa başladılar. Təhqirlər, bir-birinin bayrağını yandırmaq, düşərgələri yağmalamaq və fiziki zorakılıq baş qaldırdı. Əvvəllər tamamilə sakit və mehriban olan bu uşaqlar sadəcə süni şəkildə yaradılmış resurs qıtlığı və rəqabət nəticəsində bir-birinə nifrət edən düşmənlərə çevrilmişdilər. Şerif təcrübənin nəticəsini belə yekunlaşdırırdı. Düşmənçilik yaratmaq üçün insanları fərqli irqə, dinə və ya millətə mənsub etməyə ehtiyac yoxdur. Sadəcə onları iki ayrı qrupa bölmək və aralarında resurs rəqabəti görüntüsü yaratmaq kifayətdir. Sosial psixoloq Henry Teifel tərəfindən irəli sürülən sosial kimlik nəzəriyyəsi də göstərir ki, insan öz qrupunun, yəni bizin dəyərini qaldırmaq üçün avtomatik olaraq digər qrupu, yəni onları kiçiltməyə və aşağılamağa meyillidir. Politoloq və sosioloq Vamık Volkan isə etnik münaqişələrin psixologiyasını təhlil edərkən seçilmiş travmalar anlayışını ortaya qoyur. Milli elitalar və şovinist təbliğatçılar tarixdə yaşanmış fəlakətləri və məğlubiyyətləri kollektiv yaddaşda davamlı olaraq canlı saxlayır. Onları dərsliklərdən media vasitələrinə qədər hər yerə sızdırırlar. Nəticədə yeni doğulan körpə belə heç vaxt görmədiyi və tanımadığı qonşu xalqa qarşı dərin bir qorxu və nifrətlə böyüyür. Düşmən obrazı millətlərin formalaşmasında bir növ sosial yapışqan rolunu oynayır. Cəmiyyəti daxili problemlərdən, sosial ədalətsizlikdən və iqtisadi çətinliklərdən yayındırmağın ən asan yolu xarici bir düşmən yaratmaqdır. Çünki xarici təhlükə hiss edən kütlə sorğulamır, itaət edir. Lakin Muzaffer Şerifin təcrübəsinin ən mühüm hissəsi 3-cü mərhələ idi. Tədqiqatçılar bu nifrəti necə aradan qaldıracaqlarını yoxladılar. Uşaqları sadəcə bir yerə toplamaq və ya birgə yemək yeməyə məcbur etmək nifrəti azaltmadı. Nifrət yalnız o zaman yox oldu ki, tədqiqatçılar hər iki qrupun tək başına həll edə bilməyəcəyi ümumi bir problem yaratdılar. Su çəninin borusu partladı və hər iki qrup birlikdə işləyərək suyu bərpa etməli oldu. Ümumi məqsəd və birgə əməkdaşlıq ortaya çıxdıqda biz və onlar divarları darmadağın oldu. Təcrübənin sonunda qartallar və aslanlar bir-biri ilə dostlaşaraq eyni avtobusda evlərinə qayıtdılar. Bu elmi faktlar bizə bir şeyi aydın şəkildə göstərir. Nifrət təbii duyğu deyil, öyrənilmiş və kənardan təlqin olunmuş davranışlardır. Və necə ki təlqin olunub, eləcə də birgə maraqlar və sağlam düşüncə ilə aradan qaldırıla bilər. Tarix qanlı müharibələrlə yanaşı, həm də sonsuz görünən nifrət dövrələrini qırıb, sülh və rifah modelini seçən xalqların möhtəşəm dönüşləri ilə doludur. Bugün dünyanın ən inkişaf etmiş, sərhədləri açıq və dostcasına yaşayan ölkələrinin keçmişinə baxdıqda, onların bir vaxtlar bir-birini kütləvi şəkildə qıran ən amansız düşmənlər olduğunu görürük. Bu sülh zəncirinin ən bariz nümunəsi Fransa və Almaniya münasibətləridir. Əsrlər boyu iki xalq Avropanı qana bələyən müharibələrin mərkəzində dayandı. 1870-ci il Fransa-Prusiya müharibəsi, 1-ci Dünya müharibəsi və 2-ci Dünya müharibəsi. Yalnız bu üç böyük qarşıdurmada milyonlarla fransız və alman həyatını itirdi. Şəhərlər xarabalığa çevrildi. Hər iki tərəfdə nəsillər boyu davam edən dərin nifrət toxumları səpildi. Hətta əzəli və əbədi düşmənçilik anlayışı bu iki dövlətin siyasi leksikonunun təməlinə çevrilmişdi. Lakin 2-ci Dünya müharibəsinin törətdiyi fəlakətlərdən sonra müdrik dövlət xadimləri, Fransa Xarici İşlər Naziri Robert Schuman və Almaniya kansleri Konrad Adenauer anladılar ki, bu sonsuz qisas dövrəsi hər iki millətin tamamilə məhvinə aparır. 1950-ci ildə elan edilən Schuman bəyannaməsi fəlsəfi və iqtisadi bir dönüş nöqtəsi oldu. Fransa və Almaniya müharibənin iki təməl xammalı olan
kömür və polad istehsalını vahid bir çətir altında birləşdirmək qərarına gəldilər. Yəni müharibə aparmaq üçün lazım olan resurslar birgə idarə olunacaqdı. Robert Schuman öz tarixi bəyannaməsində yazırdı: Fransa və Almaniyanın kömür və polad istehsalının birgə nəzarətə verilməsi göstərəcək ki, bu iki ölkə arasında müharibə təkcə ağlasığmaz deyil, həm də maddi baxımdan qeyri-mümkün olacaq. Bu təməl üzərində qurulan əməkdaşlıq daha sonra bugün bütün Avropaya rifah, azadlıq və sülh gətirən Avropa İttifaqına çevrildi. Dünənə qədər sərhədlərdə bir-birini süngüdən keçirən xalqlar bugün vahid valyuta və açılmış sərhədlərlə dinc yanaşı yaşayırlar. Digər sarsıdıcı nümunə ABŞ və Yaponiya münasibətləridir. İkinci Dünya müharibəsində Sakit Okean cəbhəsində baş verən dəhşətli döyüşlər ardınca 1945-ci ildə Hiroşima və Nagasaki şəhərlərinə atılan atom bombaları yüz minlərlə dinc sakinin həyatını bir andaca külə çevirdi. İki xalq arasında yaranmış dərin psixoloji travma və nifrət bariyeri görünən dərəcədə aşılmaz idi. Lakin müharibədən dərhal sonra tərəflər emosional qisas hissini bir kənara qoyaraq praqmatik və rasional yolu seçdilər. Yaponiya militarist və şovinist ideologiyalardan tamamilə imtina edib, diqqətini texnologiya, təhsil və iqtisadiyyata yönəltdi. ABŞ isə Yaponiyanı düşmən kimi yox etməyə əvəzinə onun iqtisadi bərpasına dəstək verdi. Bugün ABŞ və Yaponiya dünyanın ən yaxın strateji müttəfiqləri, ən böyük ticarət tərəfdaşlarıdır. Bu və bunun kimi tarixi faktlar bizə sübut edir ki, dünyada əbədi düşmən xalq deyilən bir şey yoxdur. Əbədi olan yalnız xalqların sülh, təhlükəsizlik və rifah içində yaşamaq arzusudur. Keçmişin qanlı səhifələrində çabalamaq heç bir millətə gələcək və xoşbəxtlik gətirməyib. Gələcək yalnız emosiyaların yerini rasional ağıl və iqtisadi tərəfdaşlıq alanda qurulur. Gəlin bir anlıq bütün siyasi xəritələri, şüarları, ideologiyaları və sərhəd xətlərini unudaq. Bir insan olaraq kainatın böyüklüyü qarşısında öz varlığımıza nəzər salaq. İnsanın bu dünyada orta hesabla ən yaxşı halda 70-80 illik bir ömrü var. Bu, kainatın milyardlarla illik zaman axınının sadəcə bir göz qırpımıdır. Biz bu qısa zaman kəsiyində dünyaya gəlirik, böyüyürük, təbiətdən təmiz bir nəfəs almaq, bir fincan qəhvənin dadını çıxarmaq, sevmək, sevilmək, gülmək, övlad böyütmək, gündəlik kiçik qayğılarla əlləşib, sonda bu dünyanı tərk etmək üçün yaşayırıq. Bəs necə olur ki, insana bir dəfə verilən bu qiymətsiz, təkrar olunmaz ömür hansısa mücərrəd ideologiyanın, siyasi ambisiyaların və ya kənardan təlqin edilmiş anlamsız düşmənçiliklərin uğrunda məhv edilir? Tarixə baxaq, milyonlarla insan boş nifrətlərin, ideoloji hoqqabazlıqların və liderlərin dünyaya hakim olmaq egosunun qurbanı olub yox oldu. Məsələn, Çingiz xanın fəthlərini xatırlayaq. Tarixçilərin təxmini hesablamalarına görə Monqol yürüşləri nəticəsində 40 milyona yaxın insan qətlə yetirildi. Şəhərlər yerlə yeksan edildi, kitabxanalar yandırıldı, sivilizasiyalar silindi. Bəs nə oldu? Kim nəyə sahib oldu? O nəhəng imperiyadan geriyə nə qaldı? Bugün nə Çingiz xan var, nə də onun fəth etdiyi torpaqlar üzərində axıdılan qanların bir mənası var. 40 milyon insanın yarımçıq qalmış arzuları, sevdaları, yaşanmamış həyatları imperialist bir egonun qurbanı oldu. Müharibə təbliğatı həmişə eyni mexanizmlə işləyir. İnsanlara qəhrəmanlıq, şəhidlik, əbədi şərəf və müqəddəs borc kimi bərbəzəkli sözlər satılır. Müharibə alovlananda emosiyalar pik həddə çatır, marşlar oxunur, alovlu nitqlər söylənilir. Lakin sonra nə baş verir? İnsanlar ölür. Bir müddət emosional çıxışlar, xatırlamalar olur. Amma zaman keçdikcə həyat öz təbii axarına qayıdır. Hamı öz gündəlik qayğılarının, çörək pulunun, şəxsi həyatının arxasınca gedir. Qalan yalnız o qaranlıq məzarlarda çürüyən gənc bədənlər və bir ömür boyu evində gözü yaşlı qalan analar, atalar, həyat yoldaşları olur. Hər şey unudulur. Milyonlarla adsız sansız insan kənardan gələn anlamsız təlqinlərə uyaraq yox olub gedir. Fransız maarifçisi və filosofu Voltaire müharibənin bu fəlsəfi anlamsızlığını belə təsvir edirdi. Müharibə bir-birini heç vaxt tanımayan, bir-birinə heç vaxt pisliyi keçməyən insanların, bir-birini çox yaxşı tanıyan, amma bir-birini heç vaxt öldürməyən insanların maraqları uğrunda bir-birini qırmasıdır.
Həqiqətən də bizə bəxş edilmiş bu qısa ömürdə bir-birimizə paxıllıq etmək, qan tökmək, keçmişin xarabalıqları üzərində nifrət böyütmək üçün vaxtımız çoxmu boldu? Yoxsa bu 70 illik ömrü sülh, rahatlıq, yaradıcılıq və sevgi içində yaşamaq daha ağlabatandı? Müasir dünyada daha çox torpaq tutmaq, sərhəd xəttlərini genişləndirmək və ya imperiya xəyalları ilə yeni ərazilər fəth etmək uğrunda insan həyatını fəda etmək ibtidai təfəkkürün qalıqlarıdır. Orta əsrlərdə zənginlik və güc torpağın sahəsi ilə ölçülürdüsə, 21-ci əsrdə dövlətlərin gücü xəritədə tutduğu ərazi ilə deyil, insan kapitalı, elm, texnologiya, hüququn üstünlüyü və iqtisadi modelin keyfiyyəti ilə ölçülür. Dünya tarixinə və müasir xəritəyə baxdıqda torpaq sahəsi çox kiçik olan, heç bir zəngin təbii resursa, neftə, qızıla, qaza sahib olmayan, lakin ağıllı idarə etmə və sülh şəraiti sayəsində dünyanın ən qüdrətli iqtisadiyyatlarını quran onlarla dövlət görə bilərik. Singapur bütöv bir ölkə kimi sahəsi cəmi 730 kvadrat kilometrdir. Yəni Bakı şəhərindən də kiçikdir. Heç bir təbii resursu yoxdur. Hətta içməli suyu belə qonşu Malayziyadan almaq məcburiyyətində idi. Lakin düzgün təhsil, korrupsiyasız sistem və azad ticarət sayəsində bugün Singapur adam başına düşən ümumdaxili məhsula görə dünyanın ən zəngin və ən inkişaf etmiş mərkəzlərindən biridir. İsveçrə, Avropanın mərkəzində dağlıq və çətin coğrafiyada yerləşən, dənizə çıxışı olmayan bu kiçik ölkə əsrlərdir tərəfsizlik və sülh modelini seçib. Nefti, qazı yoxdur, lakin güclü hüquq sistemi, bankçılıq, elm və yüksək texnologiya sayəsində dünyada insan yaşayışı üçün ən ideal varlı ölkəyə çevrilib. Yaponiya, təbii fəlakətlərin, zəlzələlərin ardı arası kəsilməyən, faydalı qazıntıları demək olar ki, sıfıra bərabər olan bir adalar ölkəsidir. Lakin Yaponiya torpaq tutmaq əvəzinə insana və texnologiyaya yatırım edərək dünyanın ən böyük iqtisadiyyatlarından birini qurdu. Hollandiya, bu balaca Avropa ölkəsi xüsusilə diqqətə layiqdir. Hollandiyanın torpaqlarının böyük bir hissəsi dəniz səviyyəsindən aşağıdadır və əsrlərlə dənizlə mübarizə apararaq süni torpaqlar yaradıblar. Ümumi ərazisi çox balaca olmasına baxmayaraq, yüksək texnologiyalı kənd təsərrüfatı, innovativ suvarma sistemləri və ağıllı mühəndislik sayəsində ABŞ-dən sonra dünyanın ikinci ən böyük kənd təsərrüfatı məhsulları ixracatçısıdır. Onlar torpaq uğrunda müharibə etmədilər, dənizdən torpaq qazandılar və o torpağı elmlə işlədilər. İndi isə imperialist şovinizm girdabında boğulan Rusiya reallığına baxaq. Rusiya onsuz da planetin ən böyük torpaq sahəsinə 17 milyon kvadrat kilometrə sahibdir. 11 saat qurşağını əhatə edən yerin bütün təbii sərvətlərinə, neft, qaz, almaz, meşələrə sahib olan bir dövlət düşünün. Bəs nəticə nədir? Öz geniş torpaqlarında dinc və müasir həyat qura bilməyən imperialist ego bir neçə kiçik ərazini zəbt etmək uğrunda müharibəyə alovlandı. Siyasətçilərin və ideoloqların stolüstü xəritə oyunlarının nəticəsində artıq 1 milyondan çox Rus əskərinin ölümü və yaralanması kimi dəhşətli bir statistik göstərici ortaya çıxdı. 1 milyon həyat ilk eşidiləndə qulağa sadəcə quru bir rəqəm kimi gəlir. Lakin bu rəqəmin arxasında 1 milyon yarımçıq qalmış tale, dağılmış ailələr, anasız atasız qalmış uşaqları görməmək üçün insanın vicdanı tamamilə kör olmalıdır. Nə üçün? Artıq heç bir faydası olmayan, dağıdılmış, xarabalıq şəhərlər üstündə bayraq sancmaq üçünmü? Milyonlarla insanı qurban verib iqtisadiyyatını sanksiyalar altında çöktürmək ibtidai torpaq egosunun ən faciəvi nümunəsidir. Tarixin ən böyük ironiyası da elə buradadır. Vaxtilə Qafqazda Azərbaycanlılar ilə erməniləri bir-birinə qırdıran, bu torpaqlara nifrət və separatizm ideologiyası səpən imperiya düşüncəsi bugün öz bəslədiyi o qanlı imperialist egonun qurbanına çevrilir. Əsrlər boyu Cənubi Qafqazı saatlı bomba kimi saxlayan, xalqlar arasında qan davasını diri tutaraq regional ağalığını sürdürən mərkəz indi eyni xəstə ideologiya və şovinist təbliğat üzündən öz gənclərini qırğına verir. Bu proses bizə bir daha göstərir ki, kənardan fəlakət və düşmənçilik əkən siyasi təfəkkür heç vaxt özünə də xeyir gətirmir.
Əgər biz bu gün də regional sülhü təxirə salsaq, imperialist güclərin Cənubi Qafqaz üzərində oynadığı bu kirli oyun hələ də sona çatmamış qalacaq. Müasir dövrdə torpağın ölçüsü deyil, o torpaq üstündə yaşayan insanın xoşbəxtliyi, azadlığı və təhlükəsizliyi dəyərlidir. Böyüklük xəritədəki rənglərlə deyil, insan həyatına verilən dəyərlə ölçülür. Müharibə kənardan isti otaqda oturub hərbi xəritələri izləyənlər və ya ekran qarşısında şovinist şüarlar qışqıranlar üçün çox rahat görünür. Çünki onlar üçün itkilər sadəcə xəbər lentində gedən soyuq rəqəmlərdir. Lakin müharibənin ekran arxasında görünməyən, romantizmlə tamamilə uzaq, dəhşətli və çılpaq bir həqiqəti var. Müharibə əsgərin yan yörəsində mərmidən parçalanan dostunun bədən hissələridir. Müharibə bədəninin bir hissəsini itirib, toz torpağın içində ağrıdan ah-nalə çəkən, kömək qışqıran insanların görüntüsüdür. Müharibə atasının təzə qazılmış qəbri üstünə sarılıb, ata, dur evə gedək deyə ağlayan körpə uşağın göz yaşlarıdır. Müharibə həyatı gözlərinin önündə darmadağın olmuş, gələcəyə ümidi qalmayan dul qadınların, övlad dağı görmüş anaların bitməyən kədəridir. Kənardan bəhbəhlə, alqışlarla müharibəni dəstəkləmək, insanları ölümə səsləmək bu qədər asan olmamalıdır. Çünki o mərmilər şüar deyənlərin yox, heç də günahı olmayan gənclərin və dinc insanların həyatını vurur. Dünya artıq bu ibtidai qırğınlardan dərs çıxarmaq pilləsinə qədəm qoyub. Bəşəriyyət anladı ki, sonsuz müharibələr heç bir xalqa xoşbəxtlik gətirmir. Bunun ən böyük nümunəsini Avropa yaşadı. Avropa iki böyük dünya müharibəsinin pik dəhşətini, milyonlarla insanın ölümünü, holokostu, külə dönmüş şəhərləri öz gözləri ilə gördü. Və bu dəhşətli faktlardan bəşəri bir dərs çıxardı. Nifrət və zəbt siyasəti intihardır. Avropa xalqları anladı ki, yaşamağın, inkişaf etməyin ən ideal yolu demokratiya və hüququn üstünlüyü, insan haqlarına və fərdi azadlıqlara hörmət, açıq sərhədlər, ədalətli cəmiyyət və iqtisadi inteqrasiyadır. Sərhədlərini bir-birinin üzünə açan Avropa dövlətləri silahları kənara qoyub azad ticarətə, elmə və insan rifahına addımladılar. Məhz bu model sayəsində bugün Avropa fərqli xalqların sülh içində yaşadığı bir rifah məkanına çevrildi. Məhz buna görədir ki, bugün dünyanın hər yerindən müharibələrin, sıxılan və nifrət təbliğatının boğulduğu ölkələrdən milyonlarla insan ora sığınmaq, orada insanca yaşamaq üçün can atır. İnsanlar artıq ideologiyaların dalınca yox, hüququn və sakitliyin olduğu yerlərə gedirlər. Cənubi Qafqazda da bu həqiqət dərk olunmalıdır. Rusiyanın bitmək bilməyən imperialist siyasətinə, onun şovinist propaganda maşınına uyanlar, xüsusilə də illərdir bu təbliğatın alətinə çevrilən ermənilər artıq anlamalıdırlar ki, imperiya xəyallarının arxasınca qaçmaq yalnız fəlakət gətirir. Müharibə və düşmənçiliklə gələcək qurmaq mümkün deyil. Görünən odur ki, bu regionun sülhdən və birgə yaşayışdan başqa xilas yolu da yoxdur. İndi qarşımızda yeni bir dövr, yeni bir həyat dayanır. Keçmişin ağrılı təcrübələri və müasir dünyanın gəldiyi nəticələr Cənubi Qafqaz xalqlarının önünə iki aydın yol qoyur. Birinci yol, təkamülün yeni mərhələsinə qədəm qoyaraq ağıllı, mütərəqqi və mehriban Qafqaz qonşuluğunu bərpa etmək, zəngin torpaqlarımızda, çaylarımızın, dağlarımızın qoynunda sülh, iqtisadi əməkdaşlıq və qarşılıqlı hörmət içində yaşamaq. İkinci yol, illərdir kənardan körüklənən nifrətə, ədalətsiz bölgü iddialarına, paxıllığa, düşmənçiliyə, qana və yarım doldurulmuş həyatlar uğrunda aparılan köhnəlmiş propagandaya uyaraq özümüzü və gələcək nəsillərimizi sonsuz fəlakətlərə məhkum etmək. Artıq müasir dünyada sosial psixologiyanın və sosiologiyanın açıq şəkildə ortaya qoyduğu bir reallıq var. İnsanlar harda xoşbəxt, təhlükəsiz və rahatdırsa, artıq oranı özünə vətən seçməyə başlayır. Sərhədlərin, informasiyanın və imkanların qlobal olduğu 21-ci əsrdə heç kim ömrünü mənasız ideologiyaların, kiminsə siyasi ambisiyalarının və ya keçmişin qanlı mifologiyalarının girovuna çevirmək istəmir. Bugün gənclər, ailələr, mütəfəkkirlər tək bir şey arzuluyur.
onlara bəxş edilmiş bu qısa, təkrar olunmaz 70 illik ömrü dinc, mehriban, firavan və sülh içində başa vurmaq. Qafqaz xalqları, Azərbaycanlılar, ermənilər və gürcülər əsrlərlə bu torpaqlarda çörək kəsiblər, eyni mədəniyyət qatlarından bəhrələniblər. Biz kənardan gələn imperialist təsirin gətirdiyi nifrət yükünü yerə qoyub, bir-birimizin gözünün içinə insan kimi baxmağı bacarmalıyıq. Gələcək qisas marşlarında deyil, gələcək açılan yeni ticarət yollarında, birgə tikilən körpülərdə, elm, incəsənət və texnologiya sahəsindəki tərəfdaşlıqdadır. Əgər biz bugün sağlam düşüncəni emosiyalardan üstün tutsaq, yalnız o zaman Cənubi Qafqazı fəlakət poligonundan bəşəriyyətin ən gözəl, ən firavan künclərindən birinə çevirə bilərik. Məhz o zaman bizə verilən bu qısa həyatı mənasız nifrətə deyil, həqiqi mənada yaşamağa sərf etmiş olarıq. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.